Bədənin istənilən nahiyəsində olan çapıqlar, günəşdən yaranan ləkələr, əməliyyat izləri, sızanaq sonrası yaranan ləkələr, alında olan minik qırışlar. Xanımlar xüsusən də diqqətlə izləyin. Qeysəriyyə əməliyyatından sonra bədəninizdə yaranan əməliyyat izləri getmirsə, sizdə kompleks yaradırsa, bu problemin həllini tapmışıq. Diqqətlə sona kimi izləyin, xahiş edirəm. Bütün apteklərdə satışı mövcud olan və keyfiyyəti çox möhtəşəm olan, mənim özümün də istifadə etdiyim Dermalis silikon bandından alırsınız. Keyfiyyəti çox möhtəşəmdir. Qablaşmanın arxasında istifadə qaydası tam şəkildə göstərilir. Təlimat. Bu təlimata uyğun olaraq 2 ay müddətində mütəmadi şəkildə, yəni davamlı şəkildə istifadə edirsiniz və getməyəcək dediyiniz o çapıqları əməliyyat izin dəri formasına gətirəcək. Bütün dəri tipləri üçün tam şəkildə uyğundur. Bədənə heç bir əks təsiri ziyanı yoxdur. Tərkibində kimyəvi maddə yoxdur. Tam rahatlıqla alırsınız. Bu formada kəsirsiniz. Yəni sizdə çapıq hansı nahiyədədirsə, həmin nahiyəyə yapışdıraraq 3-5 saniyə sıxırsınız ki, tam olaraq yapışsın. Və dediyim formada mütəmadi şəkildə gün ərzində 4-8 saat, yəni qablaşmanın üzərində göründüyü kimi istifadə eləyəcəksiniz. Həm xanımlar, həm bəylər üçün möhtəşəm vasitədir. Alın, istifadə eləyin. Əgər apteklərdə tapmasanız, sifariş eləyin. Əczacılardan sifariş eləyin. Bir gün ərzində gətirəcəklər. Alın, istifadə eləyin. Çapıqlara, əməliyyat izlərinə və alında olan minik qırışlara son deyin. Qırışlardan azad olun, çapıqlardan azad olun, gözəl və kompleksiz olun. Videonu bəyənməyi və rəy yazmağı unutmayın.